Qalxın, səhər yeməyi üçün pankeyk hazırlayırıq. Qalxmadılar. 1 ədəd yumurtayla 2 xörək qaşığı şəkər tozunu mikserləyək. 200 ml süd, un, vanil və qabartma tozu, duz, 1 yemək qaşığı su. Qarışım hazırdır. İndi keçirik bişirməyə. Bunun adı nədir? Süzmə qatıq. Süzmə qatıq və yaxud pankeklərimizi üzərinə əlavə edirik. Çiyələk və banan. Boşqabımız belə görünür və dadına baxırıq. Qərar verdim ki, mən yenə mükəmmələm. Səhifəmi izləməyi və şərh yazmağı unutmayın. Hələlik.